Bəziləri deyir ki, güya coğrafiya bir elm kimi daha inkişaf edir. Doğrudan da yerdə daha bir dənə də ada, bir dənə çay, bir dənə okean qalmayıb ki, məlum olmasın. Hamısını öyrənib xəritəyə köçürürdülər. Bu ilk baxışda belədir. Əslində, ələlxüsus son vaxtlar coğrafiya elmində yeni şeylər meydana çıxıb. Çoxlarının xəbəri yoxdur bunlarda. Misal üçün təbabət coğrafiyası. Təsəvvür edirsiniz? Təbabət bir coğrafiya. Yağış başlayır deyəsən. Qorxusu yoxdur. Azca yağıb kəsər. Yükü gerək aparaq. Yoxsa belimi qıracaq. Yox əşi, burada nə var ki? Özdə öyrəncəliyəm mən. Elə arıq olmağıma baxmayın. Canım bərkdir. Yaxşı, avtobusa qədər gəzişək, sonra gedək. Axıra aparmalıyıq da bunu evə. Uzaq deyil. Çox yuvanma. Geyin qalx yuxarı. Bəlkə yaxşı deyil. Niyə yaxşı deyil? Nədən utanırsan? Axı mən heç kəsi tanımıram. Biz onlar hamısı böyük adamlardır. Belə Dostlarımdır. Yaxın dostlarımdır, əli oğlanlardır. Özün görəcəksən. baxım da. Gözləyirəm. Yaman yağır. Belə yağışlar Azərbaycanın subtropik zonasına xasdır. Yəni Lənkəran Astara zonasına. Amma Şəkidə də ara bir belə yağır. Necə olsa axı dağ yeridir ora. Hə, səninki gətirmiş. Hə? Alnıma yazılır. Elə ki ürəyimdən bir şey keçir, gərək tərsavan da olar. Taksi! Gəl. Zəhrim, ara bir vedrədən axır. Heç bilmirəm, bu şoğ qərbinin içində nə var, ancaq deyəsən üstü üstənib. Cəhənnəmə ki, tutmaz verdi. Yaxşı. Mən geyim də. Gecdim. Bəs maşını niyə bıraxdın? Hə, doğrudan ha. Bu yağışda hara gedəcəksin? Nə bilim. Biraz gözləyərəm. Bəlkə kəsdik. İstəyirsən qalxaq bizə. Yağış qutaranacan otur bizə. Olar. Daha neyniyik? Bir pərtəli. Getdik. Nə durmuşsan? Tramvaydasan? Qoy onu yerin soyun. Ala, qurulan. Sağ olun. Keç otağa. Keç. Çox sağ olun. Bu pasfeldən belə ağır. Kitabdır. Bir də çaxır. Çaxır? Çaxırı neynirsin? Heç, elə belə almışam. Acılığın var? Yox, sağ olun. Əziyyət çəkməyin. Nə əziyyət? Sən deyən elə bir şey yoxdur. Nə əcəbin deyəcən evlənməmisən? Bu zamanada öyrənmək yasaqdır. Gərək elə adam tapasan ki, onun da ürəyici olsun, sənin də. O vaxtdakı məndə var, işlər laf əngəlləşib. Baxsından nəsinə razısın? Nə olub sənə Allaha şükür? Doğru deyirsiniz yəni. Niyə yalan deməliyəm? Mən sözünüzə deyərəm həmişə. Ürəyimdə nədir, dilimdə doğdu. Buna görə də məni bəyənmirlər, deyirlər kinliyəm. Kimdir kinli? Siz? Sizin çox yumşaq ürəyiniz var. Nə bilim valla? Bəlkə çaxırı açaq. İstəyirsən aç. Mən ki içən deyiləm. Mən nə içmirəm? Elə belə deyirəm dadına baxaq. Laf azca.
Cevabı indir ya hala tezdi biraz gözleyək. Hala tezdi hara tələs etsən. Səbr elə Ali. Əvvəlcə gərək səbəbkarın sağlığını içək. Ondan sonra başla kebaba. Birinci sağlıqla sən gərək stolun başında oturasan. Arvadını da çağır. Yeri tuttu. Evin çıkandı. Ayıp cemaattan gözləyirlər axı. Ana, gel bizle otur. Belə şad gündür. Uşaqlar gəlir. Yok yok bala vaxtım yok. Ne oldu? Gelirler. Hayır sen başla. Oo, bu da bizim kahraman. Buna bak. Şampan sizin. Evet, kahraman. Elə gələk şampandan başlayaq. Lütfen. Ay yavaş başla başlasın. Çok sağ olun. Bir şey yiyeceğiz. İyisin. Aferin. Dostlar, bugün böyük bayramdır. Özü de hamımızın bayramıdır. Çok yaxşı bilirsiniz ki... Hasan. Yine diyecek kalliye ya da yubandı. Hoş geldin sana aferin. Bilirdim ki geleceksen. Ay, yaman yağışı. Soyun. Hamı yığışı. Ha? Bəs niye taş? Kaman. Bura bax, incimişəm səndən. Niye? İndi yeri deyil, sonra deyər. Axı ne oldu be? Nə xahiş eləmişdim səndən? Bizim mənzili güngürcə təmir eləyəsən. Tavanı, qapı pəncərəni. Bəlkə yadında deyil. Yok, yadımdadır. Bəs niyə gəlmədin? Bilirsən axı əvvəllər bir həyətdə yaşayanda tamam başqa cürdür iş. Bax, üst başım bulaşıq sizə necə gəlin. Bütün həyətin gözünün qabağında necə nəyliyim otağını? Başqaları üçün işləmirsən ayəli. Ali, harada kal? Gəlirik, bu saat gəlirik. Bilirsən, özgə adam elədir ki, özgə də mənim üçün. Sən yoldaşımsan, bir yerdə böyümüşük. Sən üçün necə işləyim? Hayırdır? Avala gelin de. Hoş geldin. Aa, xoş gördük. Gəlirik. Valla bu danışıqlardan bir şey başa düşmədim. Yaxşı, gedək.